Allah Teala der ki: "İnnallaha kana aleykum raqiba." Allah sizə nəzarət eləyir. Gözəl adlı, lakin bizə nisbətdə dəyərli qardaşlar, Allah Teala hər birimizin halını islah etsin. Gizlimizi, aşkarımızı Allah Teala islah etsin. Qəlbimizin dərinliyində olan o fəsadları Allah Teala islah etsin hər birimizin. Bizə nisbətdə görsən bizim üçün əslində təhlükədir. Çünki Allah Teala nəzarət eləyir. İnnallaha kana aleykum raqiba. Allah sizə nəzarət eləyir. Elm əhlidir ki, Allah Teala'nın bu adı, yəni Əl-Hafiz, Əş-Şəhid. Hafiz, Allah Teala hər şeyi qoruyur və hər şey şahiddir. Allah Teala hər şeyi bir Allah Teala özü şahid olur. Və heç bir şey və qulların əməllərindən nə gizlin, nə əşkar, heç birisi Allah Teala'dan gizlin qalmaz. Allah Teala qullarının üzərində nəzarətçidir. Hər bir nəfsin nə qazandığını, nə etdiyini biləndir. Tək hər bir insanın və qeyri-məxluqların Allah Teala əməllərin, hərəkətlərin biləndir Allah Teala.